Herkese salam. Trendyoldan bağlamalarım gəlmişdi və sizinlə bölüşmək istədim. Buyurun baxaq birlikdə. Belə bir çanta sifariş etdim. Bu çantanı çoxdan da sifariş etmək istəyirdim. Sadəcə hər dəfə yorumlara baxırdım və yorumlarda çox keyfiyyətsiz olduğu deyilirdi. Amma mən keyfiyyətini çox bəyəndim. Hətta məncə videoda da görsənir ki, keyfiyyətli oldu. Daha sonra belə bir klasik şalvar sifariş etmişdim. Bunun paketləməsini çox bəyəndim. Hədiyyəli paketləmə etmişdilər. Keyfiyyəti də olduqca yaxşı idi. Qiymətlərin sonunda hər birini bildirəcəm, amma qiymətlərinə görə çox yaxşı idi deyə bilərəm. Və belə bir kofta sifariş etmişdim. Bunu yəni şalvara uyğun etməmişəm. Sadəcə bu rənglərdə deyə ayrı-ayrı kombinləmək üçün sifariş etmişəm. Və sonda belə bir korse sifariş etmişdim. Bunu bir tanışım üçün sifariş etmişəm. Bu korse həm qaməti düzləşdirir, həmçinin də beli incəldir. Qiymətlər haqqında məlumat vermək istəyirdim. Bu korseni 11 manata əldə etmişik. Koftanı isə 12 manata, klasik şalvarı isə 13 manata. Məncə hamısının qiyməti çox uyğun idi. Bu çantanı isə burada daha ətraflı göstərmək istədim. İçi necə genişdir, içində balaca cibi də var. Kaşlokda kimi də istifadə edə bilərsiniz. Həmçində iki formada olur. Həm balaca formada, həm də biraz daha geniş formada. Qiyməti isə sadəcə 16 azdır.